yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid. Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm, ki vətən torpağı uğrundakı qurbandı şəhid. Şəhidin yeri cənnətdir, buyurubdur yaradan. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Düzdür, çox böyük dərddir bu dünyada qalanlara. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Arxanca ağlayanlar həm də sənlə qürur duyur. Sən baxma gözlərində yaşları leysandı şəhid. Sənə borcludur bu torpaqda qalan hər bir kəs. Elə bil xəstələnmişik, bizə loğmandı şəhid. Məzarın üstə gedən yolda fədadır canımız. Bizlər nə kar ey, aləmə sultandı şəhid. Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an. Bugün deməli biz Abşeron Gənclər şəhərliyində Mübariz İbrahimovun adına tikilmiş bulaqdır. Bizim Qazax rayon təşkilatının sədri, Mübarizlər Cəmiyyətinin təşkilatının sədri, şəhid atası Vaqif Nəsibov bizim qonağımızdır. Gəlib bu bulağın ziyarətinə. Müəllim, xoş gəlibsiniz bu ziyarətə. Yəni siz də şəhid atasısınız. Bundan necə deyim, oğlunuz böyük komandir olub, biz rotanın komandiri. Siz sözlü deyin burada, sizin deməyiniz daha da irəlidir. Çox sağ olun. Mən Nəsibov Vaqif, Xalidin oğlu, şəhid baş leytenant Xalidin Nəsibovun atası. Hal-hazırda ki, 30 nəfər döyüşçü ilə Xocavənd rayonunun ilk girən döyüşçülərdən bir olublar, hansı ki, onların Xocavənd uğrunda şəhid olublar. Və bu şəhidlərimizdən sonra ki, bu cəmiyyəti təşkil edilmiş, təşkilimiz Əbülfəz müəllimin məsləhətindən Qazax zonası üzrə sədr seçilmişəm Mübarizlər Cəmiyyətinə. Və bu bulağın inşası vaxtı müdürü səbəblərə görə vaxtı gələ bilmədiyimə görə hal-hazırda Bakı şəhərinə gələndə bu bulağı ziyarət eləməyi özümə şərəf bildiyim, mənəvi borc bildiyim hal-hazırda bulağın ziyarətindəyəm. Həqiqətən mənim çox sağ olun. Elə bir gecə qəhrəmanlığın adına bu bulağı inşərət edirsiniz və onunla bərabər bu 44 günlük müharibədə şəhid olan balalarımızı əksiliğində, mutluyuz. Allah hamısına qəni verməsin, məkənləri sana soruşun. Allah bu gördüğünüz xeyri işi sizin salam işlerinize yazsın inşallah. Buraya gelip ziyaret edenler de Allah ziyaretlerini kabul etsin. Onun daim ki akarlı olsun. Daim Allah Teala onun bundan güzel insanlık yoktur, bundan güzel iş yoktur. Yol çekilişidir, bulak inşasıdır, körpü inşasıdır. Bunlar daimi bir kalan milletin istifadesinde olan işler şans ki hər bir şəhidimizin, hər bir dünyasının dəhşənlərimizin savabına yazılır. Hər bir şəhid olsun, istifadə elədikcə şəhidlərimizin ruhana dualar verirlər və rəhmət oxuyurlar. Allah sizi var eləsin. Nə gözəl ki, bu bulağı iş elətirirsiniz, öz şəxsi vəsaitinizə, öz ürəyinizdən gələn işlərə görə var olasınız, sağ olasınız. Allah sizi çox görməsin, bizim cəmiyyətə, bizim aksatımızın maksatımızda sizi Allah Teala hiç vaxt əks eləməsin və həmişə ailənizin, balalarınızın üstündən əksik olmasın. Sağ olun, var olun. Çox sağ olun. Sizin qarşınızda da baş əyirik. Elə qəhrəman oğul böyüdük, vətən yolunda qurban verdik. Allah qəni-qəni rəhmət eləsin. O cümlədən Allah bütün şəhidlərimizi rəhmət eləsin. Biz də elə olduq sizin ocağınızda, yəni sizin övladınız Xalidin baş leytenant şəhiddir. Onun da biz bulağında olduq, onun adına orada tikilmiş Qazax rayonunda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah dövlətimizi qorusun, Amin. Allah vətənimizi qorusun. Allah prezidentimizi qorusun. Abşeron Gənclər şəhərində
bu MTK-nın qlavni injineridir Xasay müəllim. Hal-hazırda çəkiliş aparır. Bəli. Onun da zəhməti çoxdur. Açılışında da. Bəli, açılışında da, ondan zəhmətində də elə hər an bizə dəstək olur. Onlar da qardaşı oldu elə burada lövhəsi göstərdim, sağlıq bu. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı. Bütün şəhid valideynləri qarşısında baş əyirəm. Sizin əllərinizdən öpürəm. Çox sağ olun. İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə Yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid.